Değerli müminler, möhtərəm əzizlər, mövzumuz halal qazanc barədədir. Mütəal Allah bəndələrinə saysız, hesabsız ruzular, nemətlər bəxş edib, eyni zamanda halal və pak ruzu qazanmağa, çalışmağı, haramlardan uzaq olmağı, çəkinməyi əmr edib. Halal qazanc təkcə maddi ehtiyacın qarşılanması deyil. Bəlkə insanın vicdanını paklayan, həyatına bərəkət verən ilahi bir yoldur halal ruzu qazanmaq. Haramla yoğrulan qazanc isə qəlbi qaraldar, ruhu zəiflədər və insanı Rəbbindən uzaq salar. Nə zikrin ləzzəti qalar adam üçün, nə dua etmək həvəsi yaradar və nə də digər başqa şeylər. Halal qazanc Allaha olan etimadın və təqvanın ən bariz təzahürlərindəndir. Çünki adam inanır Allaha ki, o məni ac qoymaz, susuz qoymaz. Beləliklə az da olsa, çətinliklə də olsa halal ruzunun dalınca düşür. Yəni etimadı yüksəkdir Allah Taalaya. Özünü Allahın öhdəsində olduğuna iman gətirib və qazancına haram qatmır. Mütəal Allah Bəqərə surəsinin 168-ci ayəsində buyurur. İnsanlar yer üzündə olanlardan halal və pak olanını yiyin. Baxın, bu ayəyə bir dənə fikir verin əzizlərim, mənə diqqətlə qulaq asın. Bu ayə halal anlayışını yalnız dini hökm kimi deyil, eyni zamanda sağlam həyat prinsipi kimi təqdim edir. Deməli, halal ruzu həm hüquqi, həm də etik baxımından pak olmalıdır. Halal ruzu məsuliyyət hissini, ədalət duyğusunu və başqasının haqqına hörmət eləməyi insana tərbiyə edir ki, bəs bu halal ruzunu qazanmaqla başqasının da haqqına girməyəsən. Halal ilə bəslənən qəlb ilahi zikrə daha tez cavab verər, Allahın zikrinə daha tez cavab verər, duanı nurani eləyib səmaya qaldırar və insan eşqlə, ürəklə, həvəslə, ləzzətlə dua eləyər və dua eləməklərdən heç ayrı düşməz. Dua eləməyə xüsusi vaxtı ayırar. Halal ruzu tələb edir belə şeylərin insanda yaranmasını. Mütəal Allah Bəqərə surəsinin 188-ci ayəsində buyurur, mallarınızı aranızda batil yollarla yeməyin. Batil yollarla yeməyin mallarınızı. Yəni nə? Yəni bu ayə nə deyir? Fırıldaq, rüşvət, oğurluq və haqsız ticarəti qəti şəkildə nə edir? Qadağan edir bu ayə. Başqasının haqqını tapdalayaraq qazanılan malla zahirdə varlanmaq olar, amma batində həmin şəxsdən yoxsulu yoxdur. Ən yoxsul insan elə o adamdır. Zəngin olar zahirdə, amma batində ən kasıb adam olar. Batini, mənəviyyatı kasadlaşar, kasıblaşar. Haram qazanc qəlbə elə qaranlıq salar ki, insan heç vaxt zikrin, duanın, namazın şirinliğini dada bilməz. Mənəvi yol daraldıqca daralar. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurub, ibadətin 10 hissəsi var, onun 9'u halal ruzu qazanmaqdır. Diqqət buyuruz. Bəs görsən, ibadətin buyurur 10 hissəsi var, onun 9'u nədir? Halal ruzu qazanmaqdır. Görürsünüz, hətta halal ruzu axtarmaq. Halal ruzu axtarmaqdır Peyğəmbər buyurur. Hətta halal ruzunu axtarmaq belə nə sayılır? İbadət hesab olunur. Başqa bir kəlamda Peyğəmbərimiz buyurur, kim 40 gün halal yeyərsə, Allah onun qəlbini nurlandırar, qəlbini işıqlandırar. Yəni halal ruzu insanın batini görmə qabiliyyətini artırar, gücləndirər, qüvvətləndirər batini görmə qabiliyyətini. Dinimizin bu mövzuya yanaşma tərzinə adam heyran qalmaya bilmir. Biz necə yanaşır buna? Baxırsan necə mərhəmətli gör Allahımız var, gör necə mehribandır. Baxırsan, haram qazancı nə qədər qadağan edirsə, onun pisliyini nə qədər şiddətli qabardırsa, cəzasının nə qədər ağır olduğunu bildirirsə, bir o qədər də halal ruzunun dəyərini və mükafatını bildirir bizə. Hər iki tərəfli gedir də, həm haram qazanmağın şiddətli pisliyini çatdırır, həm də halal ruzu qazanmağın mükafatlarını bizə bildirir ki, insanı təşviq edir ki, sənə bu qədər gözəl şeylər əta olunur bu halal ruzunun müqabilində, niyə harama düşəsən? Niyə içi püskünə qoyasan? Niyə mənəviyyatı xərab edirsən? Qanunu xərab edirsən? Uşaq dünyaya gələcək, onu da murdar edirsən. Baxın, görsən, siz bu qədər
dəyəri baxın, heç bir ideologiyalarda tapa bilməzsiniz. O qədər dəyər verir mütəal Allah. Heç yerdən tapa bilməzsiniz. Allah Teala halal ruzu qazanmağı müqəddəs mübarizə səviyyəsində hesab edir. Müqəddəs bir mübarizə səviyyəsinə qaldırıb halal ruzu qazanmağı. İmam Sadiq əleyhissalam buyurur, halal qazanc üçün çalışan şəxs Allah yolunda cihad edən şəxs kimidir. Gör, nə boyda bir məqama gətirir, çıxardır bunu. Sən belə bir təşviq, belə bir həvəsləndirmə, sən hardan, hansı ideologiyadan, hansı prinsipdən tapa bilərsən? Ki, bu qədər önəmlidir ki, bəndəsi şişirtmir, ha? Olan elə odur. Yəni, səni elə sayır. Halal ruzu ilə məşğul olan görsən, şəhid hökmündədir də, yolda ölsə, işdən qaydanda ölsə, bax, birisi o hədisləri. Birdən işə gedəndə ölsə, halal ruzunu qazanmaq yolunda ölsə, ölümü şəhid deyə, mömin. Şəhid. İmam Sadiq əleyhissalam hədisi, baxın, Peyğəmbər nə buyurur? Bura baxın. Dürüst və etibarlı tacir, peyğəmbərlər, siddiqlər və şəhidlərlə bərabərdir. Düşünün də, niyə bu boyda məqam? Baxız, bax, bu dərəcə ticarətə görə verilir, yoxsa sən oradakı müəyyən hərəkətlər, əməllər ki, ona görə verilir. Ticarət mühitində qorunan iman və mənəvi mübarizəyə görədir bu məqam. Çünki tacir saniyə və saniyə imtihandadır. Saniyə və saniyə imtihandadır, ha. Hər an seçim qarşısındadır. Yalan danışmaq, yoxsa düz danışmaq, qiyməti şişirtmək və ya məsələn, dürüstlük. Buna görə onun hər algı, satqısı bir dənə imtihandır. Şeytan o qədər vəsvəsə edir. Ticarət mühiti dünyaya bağlılığın ən güclü sahələrindəndir. Çünki elə bir bağlılıq yaradır ki, mənəviyyatdan istər-istəməz qopartmağa çalışır. Başqa yollarla başını aldadır, filan işləri gör, filan işləri görməsin də olar. Şeytan ən çox bu nöqtələrdə vəsvəsə verir, möminlər. Biraz artıq qazan, nə olar ki, məsələn, müştəri başa düşməyəcək. Nə bilim, hamı belə eləyir onsuz, hamı belə satır, məsələn. Bax, belə vəsvəsələri bastırıb, nəfsini susturub, haqqı seçirsə, həqiqətən nəfsi ilə cihad edir də bu adam. Ona görə buyurur, ən böyük cihad insanın öz nəfsi ilə elədiyi cihaddır. Ən böyük cihad budur. Dürüst tacir halal-haram sərhədlərini qoruyur. Qoruyur, çıxmır, o sərhədləri çıxmır. Qazancını ibadət şəklinə çevirir. Ticarət meydanında təqvanı özünə bayraq edir. Bu da onu peyğəmbərlərin yoluna yaxınlaşdırır, dəyərli möminlər. Bəs iki əsas səbəbə görə, dəyərli möminlər, iki əsas səbəbə görə tacir bu boyda məqama yüksəlir. Bir, şeytanın ona daha yaxın olmasına baxmayaraq haqqı seçir. Bu bir. İki, daim nəfsini və vicdanını qoruduğuna görə. Bu iki səbəb əsas amildir ki, taciri gətirir peyğəmbərlərlə cənnətdə bir yerdə qərar verir. Yəni canın deyil də, vicdanın qoruyur. Pulun altında qalmır. Bəlkə pulu Allaha çatmaq üçün bir körpü eləyir, vasitəyə çevirir. Ticarəti ibadətə çevirir. Bax, buna görə o peyğəmbərlərlə bir yerdə cənnətdə qərar tutur. Gəlin, hamımız bir yerdə 3 baxışdan baxaq halal qazanca. 3 baxış. Bir elmi baxış. Halal qazanca bir elmi baxış. Məsələn, halal qazanc neyniyəcək? İqtisadi ədalətin əsasını təşkil edir. Halal qazanc, bu onun cibinə girməsə, o bunun cibinə girməsə, o bunun haqqını yeməsə, o bunun haqqını yeməsə, iqtisadi ədalət bərqərar olur xalq arasında, insanlar arasında. Tərazlaşma baş verir, düzdür? Hamı riayət eləsə. Bu elmi tərəfdən. Cəmiyyətin sağlamlığı dürüst əmək və təmiz ticarətlə möhkəmlənir. Düzdür? Bu elmi baxış, əxlaqi baxış. Halal qazanca əxlaqi baxış. Halal qazanc insana vicdan rahatlığı verir. Düzdürmü? Ondan sonra doğruluq bəxş eləyir. Əmanəti, sadiqlik verir adama. Ləyaqət bəxş edir. Bu əxlaqi baxış. Ruhani baxışdan baxsaq, halal qazanın üçüncü baxış budur ki, yəni mənəvi baxış. Halal ruzu qəlbi yumşaldır. Zikrin ləzzətini artırır. Duanın qəbul olmasına səbəb olur. Dua çox etməyi insanı həvəsləndirir. Günaha mane olur. Haram qazanc nə edir bəs? Haram qazanc nə yaradır? Qəlbi sərtləşdirir, göz yaşın qurudur, duanı zəiflədir və bərəkəti yoxa çıxardır. Bərəkəti məhv edir. Haram qazancın nəticəsi budur, bərəkət qalmır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, haramla qidalanan vücudun layiq olduğu yer
yalnız cəhənnəmdir. Niyə? Çünki yandırıb o haramları çıxardana qədər zaman lazımdır. Müvəqqəti olan dünya həyatın axirət dünya həyatından gərək üstün tutaq. Halal qazancla yoğrulmayan bir cəmiyyət İmam Məhdi Əcəlallah Teala Fərəcəhu Şərifin ədalət bayrağını necə qaldıra bilər? Baxız, İmam Zaman Ağa Əcəlallah Fərəcəhu ilahi rəhbərdir, düzdür? Yəni nurani bir rəhbərdir. Nur üstündə bir rəhbərdir. Düzdür ağalar, cənablar, diqqət eləyin. Bax, haramla yoğrulmuş cəmiyyətin rəhbəridir, yoxsa nurani bir cəmiyyətin rəhbəridir? Paklıq və halallıq üzərində olan bədənlərə hakimdir. Ya inki elə hər nə gəldi olar, onun başqa hökumətlərdən nə fərqi var? Halal harama diqqət eləməyən, nə qədər Allahümmə əccilli vəliyyikəl fərəc desə, bu dua nə qədər səmimidir? Nə qədər səmimidir halal harama diqqət eləməyən? İlahi İmam Zaman Ağanın zuhurun təcili. Əccəlallah fərəcək. Amma halal harama da diqqət eləmir. Bu söz nə qədər səmimidir? Haram qazancla qəlbi qaralan ilahi müqəddəs nuru qəlbinə necə hakim eləyə bilər? Görəsən, süfrəm o həddədir. Deyim ağa, gəl mən bu gecə qonağım ol. Həqiqətən intizar bəhsi çox dərindir. Çox dərindir. Bu sırf gözləmək olsaydı, intizar ancaq gözləmək olsaydı, nə asan olardı. Bizdə gözləmək deyil, onun tərcüməsi gözləməkdir. İntizar bəhsin bir dənə cümlədə xülasələşdirmək olar, lakin onun əməli tətbiqi üçün illər lazımdır, illər. Bir dənə cümlə ilə deyə bilərsən intizar nə olan şeydir. Bir dənə də deyirəm. İntizar həyatıvı imamın gəlişinə uyğun qurmağa deyilir. Onun gəlişinə, onun özünə layiq həyat yaşamağa deyilir intizar. Bir cümlə ilə kifayətlənir. Amma tətbiqinə nə qədər illər lazımdır? O zuhur eləyəndə deyə bilərsən ki, mən özümü, yaşayışımı, süfrəmi pak saxladım ki, gözlərin gözlərimə baxanda üzüm xəcalətdən qızarmasın. Bu cür möhtərəm əzizlər, gözəl insanlar. Zuhur bizim dəyişməyimizlə baş verəcək. Bizim dəyişməyimizlə. Zuhur biz dəyişməyincə baş verməyəcək. Bizim yaşayışımız, ruzumuz onun zuhuruna maniyə yox, əksinə o zuhurun baş verməsinə zəmin yaratmalıdır. Alnımızın tərində gərək Həzrəti Höccətin adı yazılsın. Ürəyimizin döyüntüsü onun həsrətindən danışa bilsin. İlahi bizi halal qazananlardan qərar ver. Haramdan qaçanlardan qərar ver. Bizi Həzrəti Höccətin bayrağı altında yer alan bəndələrindən ilahi qərar ver.